xeyir. Bu günlərdə təhsil şöbəsinin arxasında belə bir evimiz satışa çıxdı. Evimiz tam təmirlidir. Evimizin ərazisini sizə təqdim edeyim. Evimizin həyətində çöl üçün mətbəx yerləşir. Xram edilmə bəst olunub. Bura evimizin bağ hissəsidir. Evimiz yerləşir 5 sot yarım torpağın içərisində. Az sonra da evimizin qiymətini sizlərə təqdim edəcəm. Yəni çardağı da götürüb zəhmət olmasa. Evimizin bu hissəsində sanitar qovşaq yerləşir. Kombi ilə təsis olunubdur. Bu da kombi aparatlı yeridir. Hörmətli tamaşaçılar, evimizin satış qiyməti 90.000 manatdır. Razılaşma yolda var. Evimizin sənədləri tam qaydasındadır. Əsas yolla məsafəsi 500 metr məsafədə yerləşir. İndi də sizə evin içəri hissəsini təqdim edək. Bura evimizin bir hissəsidir. Bu hissəsi kaldırdı. Kombi xətlərlə də təsis olunub. Evimizin bu hissəsi mətbəx hissəsidir. Burası da tam təmirlidir. Bu hissəsində bir yataq otağı var. Bu hissəsi də tam təmirli vəziyyətdədir. Evimizin bu hissəsində ikinci yataq otağıdır. Burası da tam təmirli vəziyyətdədir. Bu hissəsində də hamam və sanitar qovşaqdır. Burası da tam təmirli vəziyyətdədir. Bu hissəsi də qonaq otağıdır. Qonaq otağımız da tam təmirli vəziyyətdədir. Hörmətli tamaşaçılar, evimiz əvvəldən axıra qoşabarı iləndir. Bütün təmirlər hamısı yerindədir. Xram edilmə də təsis olunub, kombi xətlərlə də təsis olunub. Evimizin satış qiyməti bir daha təqdim edirəm, 90.000 manatdır. Razılaşma yolda var. Evimizin sənədləri də tam qaydasındadır. Evimizin də ərazisi çardaqla da təsis olunub. Sizlərlə mən idim, Baba Makli, sağ olun, gələn görüşlərdir.